Ara sözlər və xitab. Yaxşı. Uşaqlar, bir dənə sualım var. Nicat, sənə də sualım. Aç kameranı dik görüm. Qrammatik cəhətdən cümlə üzrü ilə bağlı olmayan sözlər nə deməkdir? Xitab, bir də xitab ara sözləri idi. Yalnız qrammatik mənası olan sözlər nə deməkdir? Köməkçi Yalnız hissələri. köməkçiniz hissələr, hə. Gözlə günəlik. Bəs cümlənin qrammatik əsası nə deməkdir? Cümlənin qrammatik əsası Mübtəda xəbərdir. Mübtəda ilə xəbər. Bunlar olmasa cümlə normal olmaz. baş sözlər deyildi. Ola bilər. Baş sözlər həm də cümlənin qrammatik əsası hesab olunur. Bəli. Qarışdırmayın, çaşmayın, yadda saxlayın. Yalnız qrammatik mənası olan köməkçilərdir. Qrammatik əsas baş üzvlərdir. Qrammatik cəhətdən cümlə üzvü ilə əlaqədar olmayan sözlər xitab ara sözlərdir. Keçən il bu sınağının birində hüquqda oxuyan uşaqlarımız idi. Onlar səhv yazdılar məsələn bu məqamı. Ona görə düşündüm ki, uşaqlar burada yaman çaşmayın. Hə, salam. Soram. Xitab. Nəyə xitabdan danışaq biraz? Danışım. Suallarıma cavab ver. Danışmaq vaxt gedir. Tez-tez gedək. Mən sizin qrupda sınaq işlətməyə vaxt çatdırmıram. Ürəyimdə qalır ki, sizdə burada da sınaq lazımdır bizə. Amma sizə yaxşı idi, bizim proqram tez bitəcək sizdə. İrəlidəyik. O qrupdan irəlidəsiniz. 12-dəyik. 12. Bizim Bəli, qalıb əlaqəli 1, 2, 3, 4, 5 mövzumuz qalıb. 5 mövzumuz. Bugün hələ apreldir. Nə yaxşı belə oldu. 5, 1, 2, 3, 4, 5. Heç nə uşaqlar, mayin elə bil ki, 11-də bizim axırıncı mövzumuzdur da, o da hələ mövzular arası əlaqədir. Ondan sonra davamlı sınavlardır ancaq. Bəli. Orada da yerdə qalan o qısa müddət ki, 20 gün ki var, orada da yenə ümumi tutalım ki, 2 bölməni bütöv, 1 bölməni bütöv bu formada gedirik, bölmə. Sizdə bayrama düşmədi deyəsən, sizdə ona görə yaxşı oldu. Nəsə, getdik. Xitab hansı halda olur, Nuray? Adlı halda olur. Ancaq adlı halda, adlıqda olan mübtəda ilə nətər fərqləndirim xitabı? Mübtəda xəbərlə uzlaşma əlaqəsində olur, amma xitab heç bir cümlə üzvü ilə əlaqədə ola bilməz. Bir də xitab digər cümlə üzvlərindən vericindən ayrılmalıdır. Bəli. Adlı hal, xitab əsasən nə ilə ifadə olunur? Xitab bütün cümlə üzvlərindən ifadə olunur. Bir də əvəzliklə ifadə oluna bilməz. Bir də feili bağlamı ilə. Və feili bağlama ilə ifadə oluna bilməz. Şərt olaraq desək ki, xitab feillə ifadə olunur, bu düzdür. Feili sifətdə xitab ifadə vasitəsi. Əvəzliklə ifadə olunur, amma bəzi məqamlarda deyirik ki, ey siz. Deyir elə bir cümlə. Deyirəm ki, ey siz, hara gedirsiniz? Hara gedirsiniz kim? Siz. Bu tip cümlələrdə əslində biraz müzakirə predmetidir ki, orada xitab mövqeyi də var, yenə ikinci şəxsin cəmində mübtəda mövqeyi də var. Amma biz qayda kimi deyik ki, xitab əvəzliklə ifadə olunmur. Əsas məsələ orada adlı halda olan xitabın mübtəda ilə fərqləndirilməsidir. Bunu da fərqləndirmənin qaydası xəbərlə uzlaşdırmadır. Ara sözlər, Günel, nədir ara sözlər? Modal sözlərlə ifadə olunur. Bütün modal sözlər ara sözlərdir, amma bütün ara sözlər modal deyil. Dediyin qaydanı sübut eləyən nümunədir. Misal üçün, sözün qısası, burada deyə bilərik ki, modal sözlərdə elə bir söz yoxdur, amma ara sözlərdə var da. Ara sözlər hansı formada olur? Söz şəklində ola bilər, söz birləşmə şəklində ola bilər, cümlə şəklində ola bilər. Bəs modal sözlər? Modal sözdə yalnız söz formasında olur da. Modal sözlər yalnız söz formasında olur və quruluş məsələsi burada sadə, uzaqbaşı, mürəkkəb deyə bilərsiniz. Düzəltmə demirik. Yaxşı. Bu modal sözlər işlənir həm də yekunlaşdırıcı ara sözlər, yəni yekunlaşdırıcı söz mövqeyində. Necə fərqləndiririk onu? Harda ara sözdür, harda yekunlaşdırıcıdır? Yekunlaşdırıcı nədə olur? Həmcinslərdə olur. Boşa nöqtə ilə fərqləndirə bilərik. Sorğu işarələri ilə. Yox, Deyirəm boşa ki- nöqtə orada işlənmir. Deyirəm ki, atam, əmim, dayım bir sözlə qohumlarımız bizə gəlmişdi. Həmcinslərdən sonra gələn orada yekunlaşdırıcı sözdür, bir sözlə.
Yekunlaşdırıcıda necə duruluş arası qoyuruq? Hər iki tərəfində vergül olmalıdır. Hər Yox, iki tərəfində. birinci tire olmalı bilər. Tire vergül olmalı. Hə, Hər tərəfində vergül olsa ara sözdür. Tire hə. vergül olsa yekunlaşdırıcıdır. Baxaq uşaqlar, səhvlərinizə. Tez-tez deyin. Bizim köhnədən sualımız qalmayıb sizlə. Xeyr, qalmır. Heç əskilik yoxdur, yaxşı. Müəllim, nəzərdən keçirdim frazeoloji birləşmədir. Bəli, baxmaq mənasında. Kitab ara sözlər, əlavələr. Hə, əlavələr də var idi də bu gün. Uşaqlar, bu əlavələrdə də ən önəmli məsələ nədir? Cümlə üzvünün əlavəsi ilə cümlədə əlavənin olması. Ən çox bunu danışıram blok üçündə. Ən çox sual predmeti budur. Keçən həftən 3 dəfə getmişəm ekspertizaya. Bir gün ancaq bunu işləmişik də. Ara söz. Söz birləşməsinin tərəfi kimi, yoxsa müstəqil üzv kimi? Bir xeyli test idi, bir xeyli. Yəni vacibdir, vacibdir. Əlavə cümlə üzvünə mi aiddir? Cümlə üzvü. Yoxsa ümumiyyətlə cümlədə Xitaba aid ola bilər, amma cümlə üzvü əlavə deyil. söz var deyir. Hər zaman diqqətli olun. Bax uşaqlar, buraxılış imtahanını verdik. Buraxılışda soruşur ki, məsələn cümlədə əlavə hansı üzvə aiddir? Bu rahatdır. Tanıyırsan, seçirsən. Amma indi blokda elə soruşmur. Blokda daha dərin. Daha dərin nədir? Əlavə var, amma üzvə aid deyil. Hə, indi onu fərqləndirmək üçün nə edirik? Mütləq tərəflərə baxmaq lazımdır. Toplada əslində çox qədər də test yoxdur. Axırlarda bir neçə dənədir. MHÇ-də çoxdur o tip testlər. İşləmisinizsə baxarıq. Həmcinslərdə də bu qayda keçərlidir, əlavələrdə də. Əlavə və həmcinsi görən kimi atlayıb götürməyin. Cümlədə həmcinslik ola bilər, əlavə ola bilər, yaxud da ümumiyyətlə cümlədə konkret cümlə üzvündə həmcinslik əlavə ola bilər. Ayrı anlayışlardır. Buyur Nuray. Müəllimə yazmışdı da cümlədə əlavə var. Eğer cümlədə bir var cümlədə əlavə var, bir də var ki, Cümlə cümlə üzvü. üzvünə aiddir. Müəllim, bəs əlavə olanda biz həmişə demirik ki, cümlədə əlavə olmuş sayılır, aid olub olmasa da. Əlavə olmuş sayır, amma sualın şərtini deyirsə ki, harda cümlə üzvünün əlavəsi işlənib, cümlədə əlavə olanda o artıq sayılır. Nə demək istəyirəm? Bax, məsələn, deyirəm ki, Həsən mənim tələbəm əlaçıdır. Əlaçıdır. Əlaçıdır xəbər. Kimə əlaçıdır? Həsən, yəni mənim tələbəm. Burada mübtəda xəbər, əlavədə bütöv götürmək lazımdır da həmişə. Hə, mübtədanın əlavəsi. Mübtəda nitq hissəsi ilə ifadə olunub, əlavə söz birləşməsi ilə. Burada müstəqil, mübtəda əlavəli işlənib. Müstəqil üzv əlavəli işlənib deyirik. Üzv sözünü burada açar sözdür. Bir də var deyirəm ki, bir də nə deyim? Bir də deyim ki, biz test yazanda diqqətli olmalıyıq. Diqqətli olmalıyıq. Bax, burada araq məsafəsini nəyə görə artırdım? Test yazanda fe'li bağlama tərkib. İndi burada tərkibin as tərəfini əlavə edək. Test yazanda, hansı testi yazanda diqqətli olmalıyıq? Test yazanda, məsəl üçün, dim nümunələrini, məsəl üçün, dim modellərini. Bax, biz test, yəni dim modellərini yazanda diqqətli olmalıyıq, çünki hər biri sual predmetidir. Aha, burada cümlədə əlavə var, Nuray. Diqqətli olmalıyıq xəbər, kim biz diqqətli olmalıyıq? Nə zaman? Test yazanda. Burada test yazanda fe'li bağlama tərkibinin as tərəfi testin əlavəsi dim modelləridir. Aydındır? Yəni desək ki, burada əlavə var. Desək ki, müstəqil cümlə üzvü məsələn zərfli əlavəli işlənib səhvdir. Zərfliyin ifadə vasitəsi fe'li bağlama tərkibin aslı tərəfə əlavəli işlənib.
Hə, İndi Hə, bu testdə verilsə ki, zərfli əlavələr işlədib götürmürdü, səhv çünki fe'li götürmürsünüz. bağlama Bəli. götürüb onu. Bəli, fe'li bağlama tərkib zərfliyin ifadə vasitəsidir. Bu birləşmənin aslı tərəfi əlavəli işlənib. Ümumiyyətlə, ismi və fe'li birləşmələrin aslı tərəfi əlavəli işlənə bilər. Amma əsas tərəf işlənmir. Niyə? Əsas tərəf gəlir, bütöv üzvün əlavəsini çevrilir artıq. Ona görə də söz birləşməsi aslı tərəfinə həmişə bax. Necə baxasan, sərhədlərini müəyyən edərək bax. Nə Zahidə? Söz birləşməsinin aslı tərəfi cümlə üzvünə sayılmır əlavəsi. Yox. Aslı tərəf adı üstündə aslı tərəfi biz nə vaxtdan müstəqil götürürük. O tərəflərə ayrılan birinci növlər var ha. Bəli. O heç. Amma fiil birləşmələr, yəli mənsubiyyətli olan ismi birləşmələrin aslı tərəfində olanda o ayıra bilmərsən. Hətta ən qəliz versiyalarda məsələn bu tip nümunələrin əlavəsində təyin edici bir nümunə olur. Təyinə bənzəyir, amma heç o da müstəqil götürülmür. Məsələn, din model. Məsələn, mən bura bir dənə nümunə artırıram. Yeni din modellərini. Məsələn, test yazanda, test. Yəni, yeni din modellərini yazanda diqqətli olmalıyıq. Yəni, burada abituriyent atlayır, yeni təyin götürür, din modellərini tamamlıq götürür, yazandanı fe'li bağlama zərflik götürür. Test hara getdi, itdi. Qarışdı aləm bir-birinə. Aydındır uşaqlar. Bəli, müəllimə, mən aydın oldu indi. Yaxşı, testin üzərində də qavardacağam bu məsələni. Yəni, həmcins və əlavədə əsas məsələ budur. Bunu fərqləndirə bilən abituriyent, onsuz da buraxılışda siz bu həmcinsi əlavəni tanıdınız da. Bizim üçün vacib məqam budur. Eşidirəm, deyin səhvlərinizi baxaq. Əlavədə 53 ilə 62 yalnız baxa bilərik. Savara söz, əvvəl, sonradır da həmcinslər, əlavələr əvvəl idi deyəsən. İki də. Əlavədə neçə? 53 ilə 62. Bəli, bax, dediyim məsələ budur uşaqlar. Bu qəbul imtahanında istifadə olunmuş bir test nümunəsidir. Amma bu, inanın ki, hələ ən asan versiyasıdır. Axırıncı uşaqlara 5 dənə test işlətmişəm. Nərimanovda hələ Azərbaycanda bir dənə, 2 dənə səhvi çıxan Zəhralardır, Aysudur. 1 saata işlədilər 5 dənə sualı. 1 saata. 5 dənə sual müəllim. Hə, 5 dənə sual. İndi burada onu işlədə bilmirəm, ancaq orada işlədə bilirəm. Yəni, bunlar çox asan versiyasıdır. Diqqətli olun, məsələ nədir? Üzürlüsən uşaqlar, internet atdı nəsə. Hə, nə deyirdim? Ayaz dayanmışdı. Burada Ayaz müstəqil mübtədadır, xəbər nəsil taktik əlaqələndir. Bizə, bax, burada bizə kimə sualını deyə bilərəm. Amma bizə tamamlıqdırsa nə olmalıdır? Mütləq xəbərlə əlaqələnməlidir. Tamamlıq xəbərlə, zərflik xəbərlə, təyin nəyin yanında gəlirsə həmin üzvlə, mübtəda xəbərlə, sintaktik əlaqələnməlidir. Bu sözümü qulağınızda sırğa edin. Əgər bu sintaktik əlaqələnmə olmursa, siz onu müstəqil üz kimi götürə bilmərsiniz uşaqlar. Olmaz. Niyə? Çünki deməli hansı birləşmənin tərəfidir. Bizə danışırdı, yoxsa bizə xeyir-dua verən müəllim. Bizə xeyir-dua verən müəllim. Danışırdı ki, müəllim. Hansı müəllim? Ağ saçlı. Hansı ağ saçlı? Bizə xeyir-dua verən.
Yəni məzunlara. Görürsüz, biz aslı tərəfdir, xeyr-dua verən əsas tərəfdir, fe'li sifət tərkibin aslı tərəfi bizim, əlavəsi məzunlardır. Günel, bunu götürə bilmərsən. Tamamlığın əlavəsi sayılmır bu. Zahirən tamamlıqdır. Amma təhlildə görürsən ki, birləşmənin asılı tərəfidir. Bu olmayacaq onda. Bu mübtəda idi, bu da olmayacaq. Fikri orada idi. Yəni yaz taxtasında idi. Buna da aiddir. Burada xəbər əlavəlidir. O zabiti təbrik etdi. Baba ola bilər. Təbrik etdi kim? O. Kimi? Zabiti. Yəni hərbiçini təbrik etdi. Tamamlıq. Hə, bu təyin edici nümunədir, ancaq təyin deyil. Çünki əlavədə nə varsa hamısı bütöv getməlidir. Və burada bu bütünlüklə tamamlıqdır, bütünlüklə. Səhnədə dayanan, məğrur, bunları ayıra bilmərsiniz. Çünki zabit tamamlığın əlavəsi bu sözdür. Əlavə budursa, xətt burada başlayıb, burada bitirsə, bunlar da məcbur arada getdi. Dördü götürürəm. Bu obanı, Səfalı kəndimizi doğma vətən kimi sevirdi. Sevirdi, kim sevirdi, bu sevirdi. Nəyi? Haranı sevirdi, obanı. Yəni kəndimizi sevirdi. Biraz da bu əlavədə məntiqlə baxın da. Əlavənin qaydası budur. Özündən əvvəl gələn üzvü izah edən, aydınlaşdıran, sözə yaxud söz birləşməsinə əlavə deyilir. Yəni məntiqlə baxıram ki, oba burada, oba sözünün izahı hansı ola bilər? Oba haradır? Kəndimizdir. Zabit kimdir? Hərbiçidir. Yəni, bu məntiqlə də dəqiqləşdirə bilərsiniz. 4-5. Mən o dediyinizi bir dəfə deyə bilərsiniz, dediyik bu tamamlıqla məsəl üçün xəbər sintaktikalar. Onlar hansılar idi? Bax, qayda belə. Mübtəda xəbərlə uzlaşmalıdır. Sintaksik əlaqədə oxun istiqaməti belədir. Tamamlıqla xəbərdə tabelik əlaqəsidir, oxu istiqaməti belə. Zərfliklə xəbərdə yenə tabelik, oxu istiqaməti belə. Təyin aid olduğu bütün üzvlə tabelik əlaqəsindədir. Bax, bura xəbər yazıram, mübtəda yazıram, tamamlıq, zərfliyin hamısını əlaqələnə bilər. Bunların hamısında nə var? Tabelilik əlaqəsi var. Hamısında birinci tərəf aslı tərəfdir, ikinci tərəf əsas tərəfdir. Yəni, xəbər hamısında əsas tərəfdir. Bir dənə budur ulduzlayırıq ki, mübtəda ilə xəbərdə uzlaşmada mübtəda olur əsas tərəf, xəbərimiz olur aslı tərəf. Əgər sən tamamlığın sualını soruşub, zərfliyin sualını soruşub, amma onu aparıb cümlənin xəbərin əlaqələndirə bilmirsənsə, deməli, düzgün bir təhlil getmir. Zahirən sual var, amma sintaktik əlaqələnmə yoxdur. Bəli, mən başa düşdüm. Sonra? Bir də ki, 62-də, ən axırıncı o da. Deyim bunu. Deyim, Nurhan. Deyir ki, əlavənin hansı cümlə özünə aid olduğunu nəzərə almaqla cəlbələ tamamlayın. Birincisində deyir ki, başqa vaxt olsaydı, təşvişi, yersiz həyəcanı onun gözündən qaçmazdı. Onun gözündən qaçmazdı. Nə təşvişi, yəni yersiz həyəcanı. Burada mübtəda əlavəli işlənib. İkincidə deyir ki, biraz sonra neftçilər yeni hələ istifadə olunmamış bir üsulu sınaqdan keçirəcəklər. Sınaqdan keçirəcəklər kim neftçilər? Nəyi sınaqdan keçirəcəklər? Üsulu. Hansı üsulu? Yeni, yəni hələ istifadə olunmamış üsulu. Burada təyin əlavəli işlənib. Üçüncüdə deyir ki, nəhayət dayana bilməyib. Buruğa atasının yanına yollandı. Yollandı kim? O. Haraya yollandı? Buruğa, yəni atasının yanına. Burada yer zərfliyi əlavəli işlənib. Dördüncüdə deyir ki, onun fikirləri mənim düşündüyümdən də dolaşıq, yəni anlaşılması çətin idi. Çətin idi nə? Onun fikirləri. Çətin idi nə? Onun fikirləri dolaşıq idi, yəni anlaşılması çətin idi. Burada da xəbər əlavəli işlənib. A-da deyir ki, rəislə mübahisəyə girmək, yəni onunla söz güləşdirmək nazim üçün əlverişli deyildi. Əlverişli deyildi nə rəislə mübahisəyə girmək, onunla söz güləşdirmək. Burada mübtəda əlavəli işlənib. Bir də mübtəda birincidə əlavəli işlənmişdi, biri A getməlidir. B-də deyir ki, o tədricən ən güclü daxili qüvvəsini müqavimət göstərmək qabiliyyətini itirirdi. İtirirdi kim o, nəyi itirirdi? Müqavimət göstərmək qabiliyyətini itirirdi. Burada tamamlıq əlavəli işlənib. Amma cədvəldə əlavəli işlənən tamamlıq yoxdur deyə B heç bir varianta getməməlidir. C-də deyir ki, bütün problemlərin kökü vaxtında danışmamaqda, təklikdə susmaqdaydı. Susmaqdadır nə bütün problemlərin həlli,
Təklikdə susmaqda vaxtında danışmamaqdır. Burada xəbər əlavəlidir. Xəbər də bir də dördüncüdə əlavəlidir. Dördə C getməlidir. D-də deyir ki, deyəsən oradan yataqxananın qabağına musiqi səsi gəlir. Gəlir nə musiqi səsi? Haradan gəlir? Oradan, yəni yataqxananın qabağından. Yer zərfliyi üçüncüdə əlavəlidir. 3-ə D getməlidir. Yerdə deyir ki, il ərzində onunla yoldaşları arasında böyük keçilməsi mümkünsüz bir uçurum yaranmışdı. Burada yəni əlavə yoxdur. Ona görə heç birinə getməməli. Aysu. TOEFL-da başqa var sualınız uşaqlar? Deyil. Xeyr, mən. Məndə güvəndə var. Burada xitab ara sözlərdə var Günel. Xeyr, yoxdur orada. Yaxşı, onda keçək güvənə. Mənim xitaba aid deyil, şərti qoyulubdur. Variantda da deyir ki, adətən sözdəki vurğunu iki heca əvvələ dəyişir. Bu nə demək istəyir ki, həmin bu variantda? Bəli, normal qaydada vurğu son hecada olan nümunəni xitab mövqeyində deyəndə vurğu bir vahid, iki vahid əvvələ keçir. Məsələn, deyirəm ki, Azərbaycan bizim ölkəmizdir. Belə bir cümlə deyirəm. Amma bir də deyirəm ki, Azərbaycan, sənsən mənim ülviyyətim, şan şöhrətim. Xitab mövqeyində çıxış edəndə sözdə vurğu əvvələ keçir. Amma Azərbaycan, iki oldu. Azərbaycan. İki deyəndə özündən hədə ikinciyə keçir. Gəl imtahan verəcək 11-ci siniflərə 15 dəqiqə əlavə vaxt verilməsi nəzərdə tutulur. İngilis dilinə görə 15 dəqiqə artırılacaq. Bəli, Lap yaxşı. 3 saat 15 dəqiqə. bəli, deyəsən elədir. 100 essiyə görə. Rəsmi deyildi o. Demin redaktoru Təhsil- xanım demişdi. Kimi dedi? Təhsil xəbərləri paylaşmışdı. Bayaq gördüm mən də. Müəllimlər də götürdülər, atdılar. Bilməm. Ehtimal başqadır, rəsmi surətdə deyilirsə başqadır. Ola Tam bilər. Yəni narahat olmayın uşaqlar. İlk olan nə varsa hər zaman müəyyən güzəştlər olur. O vaxt bizim dövrümüzdə riyaziyyat tezi sallanır. Düsturları arxada vermişlər, misalları əvvəldə vermişlər. Yəni, elə də var. İlk il idi. Noyabrda gətirib riyaziyyat salmışlar. Onda siz bu neçə o vaxt sən riyaziyyat oxumamışdınız? Bu məktəbdə oxumuşdum. Mənim riyaziyyatım 100% olub qəbul imtahanında. Problem yox idi. Sadəcə 2 və 3-cü qrup arasında qaldı, 3-ü seçdim. Amma riyaziyyat heç vaxt problem olmayıb mənim üçün. Məntiqdə də məsələn magistr hazırlıqsız yəni 40-a yaxın bal toplamışdım 50-dən. O məndə problem olmayıb. Amma çox uşaqda problem idi də. 3-cü qrupu ona görə seçmişlər. Düsturları verdilər sonda. Götürürdün, qoyurdun, yeri tətbiq edirdin, cavab alırdın. Yəni elə bir səviyyə var idi. Bizə də elə verədir. Yox, yəni ilk il olanda müəyyən güzəştlər olur da. Avantajı budur, onu demək istəyirəm ki, sizdə də mütləq nəsə nəzərə alınacaq. Ekran görürsünüz uşaqlar. Yox, mənim kitab açsın. Amma indi riyaziyyat kifayət qədər samballı çətin düşür. İkinci qrupa gedən uşaqlar verir, riyaziyyat tam bal götürə bilmir. Birinci qrup uşaqlar verir, tam götürə bilmir, buraxırsan. Mənim misal üçün götürəni var axı. Misal üçün mən mamamın xala bacısı qızdır, Süreyya. O misal üçün 692 balla blokda bir dənə informatika sualını qaçırmışdı da, deyəsən onu tam bal verməmiş. İndi öyle uşaqlar nəzərə tutulmur. Söhbət ortalamadan gedir. Yəni ortalamadan gedir ki, ikinci qrup, birinci qrup abituriyentləri, onsa bunlar riyaziyyatçıdırlar. Onlar riyaziyyat üst səviyyədə yazmalıdırlar. Üçüncü qrupla müqayisədə onlara riyaziyyat o səviyyədə lazım deyil axı. Amma buraxılış tələb edir ki, siz də üst səviyyədə bilməlisiniz. Səhifə neçədir uşaqlar? Əlavə səhifə 206-dadır mənim. Bəli, xəbər əgər məsdər tərkibi ilə ifadə olunubsa, ondan əvvəl yalnız mübtəda gələ bilər. Fikri doğrudur. Bəli, düpbədüz doğrudur. Əvvəl necəsə tərkibə daxil olur. Bəli, bəli.
Biz bunu təhlildə hər zaman işləyirik sizinlə. Deyirəm ki, təsdiqlənməyən ifadə olunan cümlə üzvünün qarşısında mübtəda xarici nə varsa birləşmənin daxilində olmalıdır uşaqlar. Bəs müəllim, üçüncü qruplardan bizim məktəbdə, misal bir uşaq 290 alim idi ümumiyyətlə. Bir qızda var, misal 200 səhv etmirəmsə 30 bal yazıb. Qız da hüquqa hazırlaşır. O indi buraxılışdan bir zəif yazıbsa, deyək ki, blokda da maksimum yaza bilməz, o məlum məsələdir. O qız ümumiyyətlə hüquqa qəbul ola bilməz də 100%. 230-la Bəli, heç vaxt qəbul olmaz. Demirsiniz hər bir zaman üçüncü qruplar 200 buraxılış 250-də keçməlidir. Çünki blok keçməlidir. Nə bilirsən, bəlkə blok yüksəkdir. 380 və 400 bal toplasa blokdan əlbəttə şansı var. İlə görə də dəyişir. Bu il üçün 600 məsəl üçün toplayanın şansı var. Ümumiyyətlə Alt- keçən 580-lər qəbul oldular. Mən ödənişini necə tuturam? 580-lər. Bu il də 570, 560-lar. Hüquq keçən 620 oldu pulsuzu. Bu il də olsun 610 məsəl üçün. Lap. Yenə də 570 əlində balı olan hüquq blok dəyişir. Nə tər yazacağam, indi ona baxmaq lazım. Ay uşaqlar, səhifə neçə oldu? Tapdım deyəsən, hə? Mənim Bu qədər mənim həmçizlər. Hə, deyin gəlsin. 12 var müəllimə. 12 Hansı zahiri tərəfdə cümlə üzvünün əlavəsi? Bir dənə bunu mən izah edeyim. Əslində mən bunu təhlil eləmədən belə görüntü olaraq baxmaqla cavab alıram. Necə? A variant demişsiniz nəyə ki, bunu əgər mübtəda əvəzinə ifadə olunub, onun da əlavəsi işlənərsə, orada uzlaşma əlaqəsi pozulur da. Biz götürüm, amma ziyalılar, gənclər götürməliyik, uzlaşma pozulur. Deməli, Nuray, əlavələr trenlə işlənir. Bəzən də yəni bağlayıcısı və vergüldən istifadə oluna bilər. Amma bir məqam xaric. Əgər mübtəda şəxs əvəzliyi ilə ifadə olunarsa və mübtədanın əlavəsi xəbərlə sintaktik baxımdan uzlaşmazsa, burada norma pozuntusu yaranır və burada əlavə vergüllə ayrılmalıdır. Bax, biz yol göstərməliyik. Bu bir-birinə uyğun gəlir. Amma ziyalılar yol göstərməliyik olmur. Çünki biz birinci şəxsin cəmidir, ziyalılar üçüncü şəxsin təkidir. Mübtədanın əlavəsi mübtədanın şəxsində deyil. Belə məqamda norma, yəni uzlaşma pozulur və əlavə vergüllə ayrılır. Müəllimə, onda A variantı pozulmuş sayılır. Bəli, pozulmuş sayılır. Qalan nümunələrdə, yəni belə testlərdə zahirən belə baxmaqla cavab alırıq. Başqa variant mümkün deyil. Çünki pozulmuş Mən durğunu buraxsalar vəziyyət onda biraz çətin olar. Çünki durğunu buraxsa bilərəkdən buraxacaq. Orada artıq baxmalısan. Biz birinci cəmidir, ziyalı üçüncü şəxsdir. Bax, Humay üçün təkidir. Məsələn, qız üçün təkidir. Uşaqlar, görsən 11 sinif şagirdləri, Otello, Ələkbər, hə, uzlaş. Mənim deyilsin ki, əlavə şəxs əvəzli ifadə olunarsa və əlavəsində xəbərli uzlaşmırsa, o vergüllə ayrılmalıdır. Bəs mənim burada da vergül istifadə olunmuyor A variantında. Hə. Deyir ki, uzlaşma pozulub da burada. Yəni deyirəm ki, biz birinci şəxsin cəmindədir, amma əlavəsi üçüncü şəxsin təkindədir. Nəticədə mübtədanın əlavəsi ziyalılar, üçün təki xəbər birin cəmidir. Hə, o da ona görə uzlaşmalıydı da. Bəli, buna görə uzlaşmayıb, pozulub. Hə, bəli. Sonra uşaqlar. Daha bara sözlərdə bir dənə 6-ya baxa bilərik. Səhifə 81-də 23. Sadiq, nə işləmirsən? Yoxdur sualım burada. Bax, kitabda var. Kitab arasında. Hə, burada neçə? Burada 6 Burada var. lə- 6. Ara söz işləndiyi cümləni müəyyən edin. D variantında düzdür. Riyaziyyatdan biraz anlayıram. Nədir ki problem? Yəqin etdim ki olsaydı başqa, yəqin etdim ki başqa. Bu tabeli mürəkkəb cümlədir. Yəqin etmə, yəni təxmin etdim ki, ehtimal etdim ki, feildir bu, mürəkkəb feil. Burada deməli görsə heç bir tərəfdən durğu işarəsi qoyulmayıb, deməli deyilsən. Deməli burada nədir onda? Feilin vacib şəklidir. Sonra güman gələn yerləri, burada güman ki deyil ki, güman gələn yerlər, burada isim kimidir. Sonra burada heç nə yoxdur.
Biraz B daha çox çaşdırıcıdır. Orada da 2 olduğu üçün sual verə bilirəm. Təxmin etmək mənasındadır. Müstəqil xəbər. Bura olacaq baş, bir tərəf olacaq budaq cümlə. Yəni uşaqlar ara söz deyil. Ara söz fikrə münasibət olmalıdır. Deyir riyaziyyatdan biraz anlayıram. Bir də deyirəm ki, düzdür. Riyaziyyatdan biraz anlayıram. Fikrə münasibət. Sonra uşaqlar başqa? Mənim 8-də var. ara söz deyil, hə. Nə? Xudahafiz ara söz deyil də. Yox, xudahafiz nədir? Etiketdir də o. Mənim 19-a baxa bilərik. 19-u izah eləyim məncə. Tərkibcə ara sözlərə bənzər sözlər yoxdur. Nə deməkdir? Nə demək istəyir burada? Atalar demişkən məsələn bu ara sözdən modal söz deyildi. Bəli, bəli. Məsələn, deyirəm, DİMİ məlumatına görə mayın 24-də qəbul imtahanı keçiriləcək. DİMİ məlumatına görə fikrin mənbəyi bildirin ara sözdür, amma modal söz deyil. Neçəyə baxırıq uşaqlar? 19 deyimli. Deyim mən. 19. Deyir ki, cümlənin birində həm sadə xitab, həm də cümlə şəklində olan ara söz işlənir. Sadə xitab anlayışı indi artıq soruşulmur. Yəni, nitq hissəsi ilə ifadə olunan xitab belə soruşulur. Və ara söz işlənmişdir. Cümlə şəklində ara söz. Ulu Dağlar söz birləşməsi, əziz dost söz birləşməsidir. Hə, bunlar getdi. Aynur, həqiqətən də ağıllı qızsan. Bu ola bilər, amma ara söz cümlə deyil. Həqiqətən söz bu heç. Dağlar, dağlar axır ki görüşdü. Dağlar xitab, xitab. Axır ki, bu da yenə birləşmə kimi durur da. Heç birləşmə də deyil, söz kimi durur. Oğlum xitab, görünür də ara söz. Bu niyə cümlə forması sayılır? Uşaqlar, elə bil ki, tək başına sanki xəbərə bənzəyir. Deyirlər, görünür. Sanki tək başına xəbərdir, amma burada fikrə münasibət var. Ona görə onu cümlə forması hesab edilir. Sadiq. Y variantıdır. Sonra Bir də uşaqlar 23-də var bir də. Məndə də var. 23. 23 izah eləyim. 25 var. izah elə Günəş, şərtdə nədir? Aha, deyir hansı cümlədə qrammatikdən cümlə üzrə bağlı olmayan iki sözün, yəni xitab və ara sözlərdən ümumiyyətlə bura söhbət gedir. Ey mənim həqiqi dostum, burada xitabdır. De görüm sənin fikrin nədir? Burada bir dənə xitab var, başqa bir şey yoxdur, getdi. B-də deyim məncə yuxu cəngavər böyük düşməni. Məncə burada bir dənə ara sözdə B variantı getdi. Yəni xitab yoxdur, getdi. Nə çoxdur oylağın sənin, aranın, yaylağın səni. Burada nə çoxdur oylağın sənin, ara, aylaq burada yoxdur. Xitab nə yoxdur, nə də ara söz yoxdur, getdi. Bilirəm, ey bəxtiyar, sənin incidən onun o yazdığın fəlakəti. Burada bir dənə xitab var. Yəni ki, ey bəxtiyar, Devonatoya getdi. Nəhayət ara sözdür. Sən bütün arzularına nail ola bildin. Ey qızım. Ey qızım da xitabdır. Nəhayət ara sözdür. İkisi də var deyə cavab Y variantıdır. Biz orada sözlərə ey artırıb yoxlamalıyıq kitab olduğunu. Hə, yoxlaya bilərsən. Çarşı dağlarını artanda xitab daha rahat bizə müəyyən olunur uşaqlar. Bildim. Mənim emoşivi də bu çocuğundur. 30 Hə. 30-da C ilə 31-də olan C-yə baxa bilərik. Orada 30 tapamadım. nə? 30-da C ilə 31-dəki C-yə. Yəni 30-da C müraciət bildirir, təbii ki, xitab. 31-də C Arif nəinki ona bel bağladı, əksinə onu daha çox təqib etməyə başladı. Hə. Amma burada deyilənlərdən heç biri yoxdur. Yox. Amma burada birə D da çıxıb, C da çıxıb. Orada C heç birinə aid olmalı deyil axı. Burada Bəli. Birə DC çıxıb, ikiyə də B çıxıb. Mən birə D yazmışdım, ikiyə B, amma C da çıxıb cavabda. niyə əksinə nədir ki? Nədir ki əksinə? Ümumiləşdirirdi uşaq. Ha, bildim. Mən ümumiyyətlə ümumiləşdirir deyəndə biraz elələri var ki, məsələn heç ümumiləşdirici söz oxşamır bunlar. Məsələ Yəni biri siz bu. orada elə bir ki fikir yekunlaşdırılır. Danışır, hansısa bir fikir ümumiləşdirmə, nəticə, beləliklərini öyrəşmisiniz, amma yəni yekun hala gətirilir fikir. Oradan baxın məsələyə. Sonra burada başqa Ardı. Mənim ədat bitmiş fikri ifadə edir desək, təsdiq inkar ədatlarına aiddir də bunlar. əgər ədat söz cümlə məqamında işlənibsə, o da təsdiq inkar ədatları olur.
Hə, düzdür. Hə, MHŞ-ə baxaq. Neçənci ildir MHŞ? 2000 neçədir? Məndə Mənim 24 2020. 24-25 məndə. Mənim qalaqlandı sözündə sözün kökünü qalaq götürürdük də. Qalamaq. Qalayıb qalaq eləyirik. Mənbə, aydın. 23, 24, bir də 24, 25 də var da. Hə, indi 23, 24-dən işləyən var. mən oradan işləmişdim. Mən oradan işləyirəm. Gəlin birinci 23, 24-də baxaq. Səhifə neçədir burada? 161 PDF-in səhifəsində. Mesela 161. Hə, eşidirəm. Məndə burada 18 var. Başa düşməmişdim. Məndə də 18 var. Ha, Mən bu ədəbiyyat deyil. Ədəbiyyatda bir dəqiqə. Ədəbiyyatın PDF-i varsa ata bilərsiniz. Bunu kompüterdən yönəldərəm. Hə, deməli, MHŞ az dili buradaymış. Ay, bunu açmışdım. 24, 25, 24, 25, 23, 24. Ədəbi, ana dili yox imiş ki, heç məndə. 24, 25. Hə, ədəbiyyat deyir uşaqlar, ana dili yoxdur. Düz görürəm də yoxdur. 24, 25 də ana dili. Mənim onda uşaqlar çəkib Yox, göndərsin. kitabdan deyəcəm, kitab var məndə. Məndə PDF açıqdır müəllimə. İstəyirsiniz siz deyin, elə buradan baxın məndə. Məndə də əlimdə kitab var. Darıxmayın bir dəqiqə. Bu kitabı götürün. Neçədən səhifiniz var? Məndə 6. Əslində qrupa çəkib göndərsəz yaxşıdır ki, gəlin belə eləyək. 25-dəkiləri deyin, qızlar. O vaxta kimi Banu, siz də 24-dəkiləri çəkin, göndərin. Çünki üstündə göstərəndə biraz burada düşündürücü suallar olur. Bu hamıya aydın olsun. Buyurun uşaqlar, eşidirəm səhifə 25-də. Mənim səhifə 313-dədir. PDF nə mənim? Hə, bilirəm 316-dır. Yəni yazdığımızla. Buyurun uşaqlar. 9. On 9 deyim müəllimə. Burada çaşıb qaralamışam bilin. Yaxşı, baxın ekrana, diqqətiniz burada olsun. Deyir, həmçinin cümlə üzvləri işlənmişdir. Cümlə üzvləri. Bayaq dediniz. İrəlidən güclü top və mərmi səsləri eşidilirdi. Eşidilirdi nə? Top və mərmi səsləri. Burada birləşmənin az tərəfində həmcinslik var. Deyirlər ki, sən quşların, heyvanların dilini bilirsən. Quşların, heyvanların dilini bilirsən. Nəyi? Quşların, heyvanların dilini. Dursun, bunu deyəcəm sizə bir məsələni. Bu işi ya Əli, ya da Anar edəcəklər. Edəcəklər kim? Anar, Əli, həmcins mübtəda. Dünənki hadisədə ya sən günahkarsan, ya da o günahkardır. Demişik, təkrarlanan xəbərlərdə biz onu fikrən bərpa edib də təhlil etməyimiz mümkündür. Günahkarsan kimsən? Günahkarsan kim? Günahkardır daha doğrusu kim o? Burada hər xəbərin ayrı mübtədası olduğu üçün bu artıq həmcins sayılmır, mürəkkəb cümlə sayılır. O yalnız müdür deyil, həm də qayğıkeş insan idi. İnsan idi kim? O. Müdür deyil kim? O. Burada da xəbərlər həmcinsdir. 3, 5 cavab D variantıdır. Deməli, məsələ burada 1-dən 2-dədir ki, burada top və mərmi sözləri
Və bu. Quş və heyvan ismi birləşmənin aslı tərəfə əlavəli işlənib. İsmi birləşmə az tərəfə əlavəli işlənib. Burada müstəqil üs sayılmır bu. Bu arada da bu artıq sizin üçün sual predmeti deyil. Bu mübahisəli məqamdır. Bəziləri bunu müstəqil götürür. Bəziləri birləşmənin az tərəfə götürür. Ona görə dimdə bu tip suallar həmcinsdir və müstəqil üzdür şəklində sizdən soruşulmayacaq. Olmayacaq. Belə tezlər silinir, qəbul edilmir. Yəni 4-ü də ona görə götürməlisiniz ki, orada ixtisar olunub xəbər. Bəli, burada 4-dəki məqam isə vacib bir məqamdır. Və bir də deyirəm, təkrarlanan sözlər olanda təkrarçılığa yol verilməmək üçün ixtisar olunur. Siz onu bərpa edin. Xüsusilə də həmcins üzrlə mürəkkəb cümlənin sərhədində uşaqlar çaşır. Dünənki hadisədən ya sən günahkarsan, ya da o, yenə eyni şey yazacağım da, günahkardır, eyni söz. Onu bərpa edin. Bərpa edin görürsən ki, bu xəbərin mübtədası bax budur. Bu xəbərin mübtədası da budur. Başqa? Zadə yoxdur sualı. Var müəllim burada axırda. De, vaxt gedib, vaxt qazanaq, test yazdırmaq istəyirəm. 67-dir. Digər cümlələrdə işlənmiş əlavələrlə bağlı doğru yanlış olanlar hansı variantda düzgün ardıcıllıqla verilmişdir? Gəlin biz belə düzək, sonra görək nə uyğun gəlir. Arif xoş, hamını valih edən səsini eşitdiyi üçün fikrini dəyişdi. Fikrini dəyişdi xəbər. Kim fikrini dəyişdi? Arif dəyişdi. Nə üçün fikrini dəyişdi? Xoş səsini eşitdiyi üçün. Nə olur onda? Fe'l sifət tərkibi az tərəfə əlavəlidir. Deyir ismi birləşmə. Burada dıq üstəgəl mənsubiyyət var. Eşitdiyi dıq üstəgəl mənsubiyyət olanda nə olurdu? İstisna buydu ki, mənsubiyyət olsa da bu fe'li sifət özünə məxsus şəkildə olduğu üçün bu fe'li sifət tərkibin az tərəfə əlavəlidir. Bizə nə lazımdır? Doğrular lazımdır. Bu səhvdir. Mən 2-dən başladım. O qəzəbli halda tüfəngi əlində evdən çıxıb tövləyə doğru qaçmağa başladı. Qaçmağa başladı xəbər. Kim qaçmağa başladı? O. Necə qaçmağa başladı? Qəzəbli halda. Yəni tüfəngi əlində evdən çıxıb tövləyə doğru. Yox. Hara qaçmağa? Tövləyə doğru qaçmağa. Nə tərzdə? Qəzəbli halda. Yəni tüfəngi əlində evdən çıxıb. Belə deyək, o qəzəbli halda evdən çıxıb tövləyə qaçmağa başladı. Bunda daha yaxşı olur cümlə. Onda bu olsun aslı tərəf, bu da olsun əsas tərəf. Fe'li bağlamanın az tərəfi əlavəlidir. Deyir, fe'li birləşmənin əlavəsi. Bu düzgündür. Onun komasında illərin əza vəziyyətinə şahidlik etmiş evdə yeni xəyallar və arzular doğulurdu. Doğulurdu xəbər nə doğulurdu? Xəyallar, arzular hansı? Yeni, harada? Evdə. Hansı evdə? Onun komandasında şahidlik etmiş evdə. Burada hamısı birləşmənin az tərəfidir. Burada da zərfin əlavəsi. Zərfin əlavəsi deyil də, onun komasında da olur. Bu görüb olacaq burada. Onun komasında, yəni evdə. Hansı evdə? Bu olar. Bu cümlə belə gedir. Bir də deyirəm. Baxın, doğulurdu xəbər. Nə doğulurdu? Arzular, xəyallar doğulurdu. Harada doğulurdu? Onun komasında doğulurdu. Onun koması nədir? Onun koması evdə yəni. Hamısı zərflik gedir uşaqlar. Sadəcə zərfliyin, bu düzdür. Sadəcə burada zərfliyin ifadə vasitəsinin zərfliyin əlavəsinin qarşısında təyinici nümunə var. İllərin əzab vəziyyətinə şahidlik etmiş. O da yenə birləşmənin içindədir. Aydındır uşaqlar, onun komasında, yəni evdə. Zərflik əlavə düzdür. Mənim nələr çəkdiyimi vətənimdən, ürəkdən, bağlı olduğum yurdumdan soruş. Soruş,
Nəyi? Mənim nələr çəkdiyimi. Nədən? Vətənimdən. Yəni yurdumdan. Hə, indi burada nədən yoxsa haradan? Haradan olar müəllimə? Harada olar da yer, yəni ayaq basdırırıq axı vətənə, torpağa. Zərflik doğru götürək. Mən də haradan götürmüşəm amma səhv çıxıb. Səhv çıxıb. Mahir Doğru. iki dostunu Şamil və Əlini məktəbin önündə bağa çağırıb hər şey olduğunu danışdı. Danışdı xəbər kim danışdı? Mahir danışdı. Necə danışdı? İki dostunu çağırıb danışdı. Burada tamamlığın əlavəsi deyil. Burada yenə zərfin ifadə vasitəsi fe'li bağlama tərkibinin az tərəfi əlavəlidir. Bu yanlışdır. 6 yanlışdır. Daha doğrusu 5 yanlışdır. 4-də vətənimdən, yəni yurdumdan soruş. Nədən? Burada bilirsiniz, vətən məkan anlayışında deyil də, obyekt anlayışındadır. Yəni soruşuramsa, deməli insana xas xüsusiyyətlər köçürülüb. Metafor. Nədən? Vətənimdən. Onda bu zərflikdirsə yanlış. Doğru, yanlış, doğru, yanlış, yanlış. Var elə cavab. Budur da. Doğru, yanlış, doğru, yanlış, yanlış. Müəllimə, Yaxşı sual, indi uşaqlar. əlavədə əgər birləşmə varsa, yəni birləşmənin tərkibində gedirsə, biz bunu aslı tərəfin əlavəsi götürürük. Hə, tamam. Bəli, Nuray. Birləşmə hansı tərəfə əlavə deyirsən? Sonra Mən bir də uşaqlar deyəsən qrupa mesajlar atmışlar testdə. yəni burada bitdi sualınız. Bəli, bəli. O birilərinə necə baxmışam. Yaxşı. Aranjemat nə deməkdir? Aranjman işləmək, necə işləmək? Məsələn, deyir hansısa bir musiqi aranjman olunub. Yəni yeni variantlarla işlənilib. Baxaq, 41 deyir hansı fikir xitaba aid edilə bilər? Yalnız sadə mürəkkəb sözlərlə ifadə olunur, yalnız səhvdir də bu söz birləşməsi ilə də ifadə oluna bilər. Düzdür, Banu? Əziz dostum, fe'li birləşmələrlə ifadə oluna bilmir. Fe'li birləşmələrdə fe'l sifət tərkib ola bilər. Dərsini çox çalışanlar, sabah sizin gününüzdür, məsələn, deyə bildim. İsmi birləşmələrlə ifadə oluna bilər. Təhsilli halda sözlə ifadə oluna bilər. Yalnız adı kaldı olmurdu o. Hə, bu ismi birləşmələrlə ifadə oluna bilir, hökmü düzdür. Olsun da, təhsilli halda sözlə ifadə oluna bilir. Təhsilli halda söz Səhvdir. səhvdir də o da. Sifətlərlə ifadə oluna bilmir, sifət isimlərsə ifadə oluna bilər. Bəli, qoçaqlar, sizə güvənirəm məsəl üçün. Cavab C-dir. Bu çox rahat bir test idi. Nə? B variantında deyirik fe'li birləşmələrlə ifadə oluna bilmir. Biz bunu səhv götürdük də, düzdür? Səhvdir, ifadə oluna bilir. Bütün fe'li birləşmələrlə ifadə oluna bilməz, yəni yoxsa Bəli, bəli. məsələn Yenə də sifətlə fe'li ola birləşmə, bilər. fe'li sifət tərkiblə ifadə oluna bilər. Yəni onda Amma bütün aid olmur axı. Yo. Fe'li birləşmə ifadə oluna bilmir deyəndə birləşmənin içində hər hansı bir ifadə olunursa, deməli ifadə oluna bilər. Hə, anladım. Ara söz və xitablara aid olan ortaq cəhət. Nədir ortaq cəhət? Qrammatik cəhətdən cümlə ilə əlaqədə olur. Əksinə, əlaqədə olmur. Tabeli əgər əlaqədə olmursa, nətər tabeli əlaqəsinə tərəf olsun? Uşaqlar,
Cümlədə xitabla ara söz heç bir sintaktik əlaqələnmədə olmur. Həmcins üst kimi çıxış edə bilir. Tab Ara ola sözü bilər, amma həm, ara söz hə. olmasa da. Fonetik tərkibcə onlara bənzər sözlər yoxdur. Var, əlbəttə Nə var. deməkdir? Məsələn, dağlar başına alıb, dağlar yaşıl geyinib deyəndə, bir də dağlar ölsün, nəsədir, ölsün ələskər qulların dağlar deyəndə, birincidə mübtəda gizli xitabda, amma nəticədə dəyişik yazışı eynidir də bunların xitab. Fonetik tərkibsə onlara bənzər sözlər yoxdur, səhvdir, var. Hər ikisi sintaktik vahid olaraq xəbərlə əlaqələnir. Xəbər necə əlaqəsi? Bunlar deməmişdik sintaktik cəhətdən. Əlaqələnmir. Bu nətər oldu ki? Qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqədə olur. Qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqədə olmayan sözlər xitab ara sözlərdir. Bu səhvdir. Tabellik əlaqəsində tərəf ola bilmir də, deyir. Elə bilmir deyir də, uşaqlar. O da ola bilmir deyir də. Cavab B-dir. Bilmir deyir də. Bəli, bilmir. Yazarlar feilinin, yazarlar sözünü iki cür düşünə bilərik. Banu, biri var, Günel, sənin səhvində. Biri var, Bəli. yazarlar mənasında yazarlar. Bu nədir? Bu fonetika dağı. Sən hardan tez işləmirsən ki, mövzuya aid Yox. deyil. Bu özüm üçün bunu yazmışdım. Bu səhvim çıxmır, amma bu necə də əlavəyə aid yazmışam, səhvim çıxıb onu atmışam. Bir dənə bu sualım vardı, ona baxarıq. Yazarlar sözündə tələffüz budur, isim olarsa. Yazarlar artıq ittifaqda o yerlərini tutmuşdular. Bir də var deyirəm ki, yazarlar burada isə feilin təhlilidir. Yaz nədir? Dil arxası və gen saitlərin ahəngi. Dil arxası qalın deməkdir. Qalın. Gen saitlər isə açıq sait deməkdir. İki heca samitlə bitir. İki heca samitlə bitirsə, heca yazılı formada baxmaq lazımdır. Yazarlar. İki heca samitlə bitir, hökm düzlü bu ortaqdır. Bizə ortaq olmayan lazımdır. Nə edirik? İkini çıxırıq, ikini çıxırıq, ikini çıxırıq. Səslə hərf tərkibi kəmiyyətcə eynidir. Kəmiyyət eynidir. Bu da ortaqdır. Bunda nə edeyim? Üçü də çıxıb qaldı 4-5. Mən burada fiil kimi təhlil edə bilmədim. O göz çaşıb qalmışdım burada. Hə. Müəllimə, bu dil arxası, gen falan var. Onlar Lazım deyil. Yox, lazım deyil. Deyir, hansı cümlə ismi birləşmə az tərəfinin əlavəsi işlənib. Sadiq, gəl səndən gedək bu testi. Bir hansı cümlədə isim birləşmənin asıl tərəfinin əlavəsi işlənir. Oxumaq, yəni gələcəyini qurmaq istəyi onun mübarizəyə səsləyirdi. Mübarizə səslərinə gələcəyini qurmaq istəyi. Sən Onu niyə, mübarizə- sən niyə əlavəyə sual verirsən? Elə sual vermə. Həmişə trenin ya da vergülün sonuna sual verin. Əlavəyə yox. Aid olduğunuz üzrə sual verin. Kimi səsləyirdi onu? Onu nə səsləyirdi? Oxumaq. Oxumaq. Bəli, indi düzdür. Yəni gələcəyini qurmaq. Burada mübtədamız məstərlə ifadə olunub. Məstər bizə deyir ki, isim birləşmə az tərəfi əlavəsi var. Yox, məstər, müstəqil mübtəda. Və sonra deyir, Əli dostum bizə kömək edir. Kömək edir kim? Əli. Yəni dostum Əlidir. Burada Əli oldu mübtədadır. Sonra C variantında deyir, ey Turan Türkoğlu, sən gözlə bizi. Nə et, gözlə, kimsən? Turan Türkoğlu mu? Bunu götürərik də. Cavab bu da yəni belə mübtədalar onu götürərik. Sonra deyir, Səlimi deyir, sinif yoldaşımı görəndə təəccüb etdim. Təəccüb etdim ki, mən Səlimi görəndə təəccüb etdim. Yəni kimi görəndə. Burada Burada tamamlıq olur. Səlimi görəndə, Fiili bağlamanın əsas, əsas tərəfi. hə, Bəli. bu da aslı tərəfdir. Burada orada toplaşan, yenə asılı, bu da əsas tərəfdir. Cavab A variantıdır, uşaqlar. Oxumaq istəyi, yəni oxumağın istəyi aslı tərəfdir, bu da əsas tərəfdir. Aslı tərəfin əlavəsi gələcəyini qurmaq. Çünki tək başına oxumaq mübarizəyə səsləyir deyə bilirəm, onda bəs istəyi sözünü nə götürüm? Gələcəyə qurmaq istəyi, oxumaq istəyi əlaqələnə bilir. Aydındır? Aslı tərəf, ismi birləşmədə, əsas tərəf. Buna görə cavab A variantıdır. O birilərdə tələb ödənmir. Sonra.
Bunlara baxdıq da, hə? Baxdıq, qurtardı. Yaxşı uşaqlar, var başqa sözünüz, sualınız? Yoxdur. Səs gəlmir. Biz sizlə nə işləmişik yaxınız dəfə? Əslində çox şey işləməliyik. Sizlə bizdə nələr qalıb. Nə işləyək sizlə? Bir dənə çətin model versəm sizə. Bax, saat neçədir? Saat vaxtımız çatmayacaq. Yaxşı, bugün biraz asan gedək. Tez bir dəqiqə göndər. Mən bayaqçı 500 dənə sual dediniz. Onu işləyəcəyik biz. Yox, o burada işlətməyəcəm sizə. Gələrsən yanında işləyərsən. Deyəcəm ona nə var, niyə sonra. Deməli, biz sizlə 19 modeli çətindir. Qəbul. Yaxşı olar. Niyə? Bir dənə qəbul yazaq. Onsuz da bu qəbulları orada yazdırmayacağım. Bir dənə sizinlə sürətli 2009-un qəbulunu burada yazaq. 2009. Hə? 2009. Yox, 19. 2009 sizin format deyildi. 2009 mənim dövrünüzdə, sizin dövrünüz deyildi. 2018-də uşaqlar kurikulum əsasında yeni tip suallar tətbiq olunur. Tarix mən 2 dəqiqə PDF-liyinə mi atıram? Aslında bunun PDF-i var. 2009 var. $2019 qəbul. Göndərdim uşaqları. Yazırsınız saat 03'dür. Yarım saatimiz var. Məşğələyə tələsən var aramızda. Yox, məndə sizin hazırınızdır bundan sonra. Hə, biz keçən dəfə biraz tez bitirmişdik də, ona görə bugün əlavə işləmək üçün vaxtımız olsun. Yazın. Yarım saat ərzində vaxtımız var. Gəlin soruşmuruq. Müstəqil yazırıq, sonra dəftərləri atın. Zəhmət olmasa. Hə, yoxladınız uşaqlar. Nətərdir vəziyyət? Məndə yaxşı vəziyyət. Sən də yaxşısa ortalama yaxşı olacaq onda. Hə, Nuray? Mənim onu bir zəif nəzərdə baxdınız, küstüm. Hə, Yaxşıdır mən. yaxşı. Baxaq, deyin uşaqlar. Nə qədər yaxşıdır? Dillənin, eşitin. Məndə elə bir də səhv var. İzah edeyim birinci sualı. Yox, Orada 2-ni götürmüşdüm. deyək ki, tələffüz düzgün verilən sözləri düzgün deyil burada. Bilsən niyə? Q özündən sonra sabit nəşəkiçi gəldiyi üçün Sadiq Q X-ya keçməli idi. Bir ştrixsiz, ştrixsiz. Q X səsini, Q da X səsini ifadə edir. Dəqiq X olmalı idi. Düzdür, nə qədər belə səslənəndə adama bir hər təsiri bağışlasa da, ancaq burada belədir. Q-dan sonra samit gələr də ya da heç nə gəlməzsə Q X səsini ifadə edir. Mən bu alınma söz deyil. Dəqiqlik. Bəli. Dəqiq sözü də. Şimdi deyirsən ki, orada bilsən nədir? Sözün kökü üçün o qayda keçərlidir. Biz milli alınmaları burada tətbiqi ilə getmirik. Əgər sən miqyas sözü məsəl üçün deyirsənsə, miqyas, məsəl üçün buradan sonra bu dəyişmir. Peki o sözün kökü üçün keçərli qaydadır. Bu isə bir hansı qaydadır? Sözün sonu q ilə bitərsə, q özündən sonra heç nə gəlməzsə, yaxud da samit gələrsə, q x səsini ifadə edəcək qaydasıdır bu. Çünki sözün sonudur. Başa düşdüm onu. Sonra Mənim 12-yə baxa bilərik.
Məndə 5. 10. 5 var mı? Müəllimə orada onda məsələn dəqiqlik Yeşil deyəndə zahiri. yeri saymırsınız da. Əsas yəni sözün özünə baxırsınız. Bəli, bəli. Qaydanın tətbiqində biz deyirik ki, sözün kökünə yaxud da ümumiyyətlə sözün sonuna aid deyil. Burada dəqiq sözün köküdür, lıqda şəkilçidir. İndi şəkilçi olasa da nəticədə sözün kökü var da burada dəqiq. Yəni sözün sonu q ilə bitib, özünə sonra samit şəkilçi ya da söz gələndə q x səsini ifadə edir. Bu həmən qaydadır. Yəni keçdiyimiz o söz sonu qaydası əslində yəni sözün kökü o da var. Bəli, bəli. Amma sözün kökündə məsələn q samiti olanda biri var miqyas, burada dəyişməyəcək. Biri var məqsəd, burada dəyişəcək. Q-dan sonra kər samit gələrsə q, k səsini ifadə edəcək, məqsəd olacaq. Amma burada cingiltili gələndə və ya sait gələndə heç nə dəyişməyəcək. Q olduğu kimi qalacaq. 5 var idi. Hansı İki izah cümlədə edeyim. zərf işlənməmişdir? İzah elə. Aha. Axşam düşür. Hanı sual getdi? Mənim sual çəkə bilərsiniz biraz. Hə, gəldi. Axşam düşür, hamı evə tələsir. Nə edir? Düşür, nə axşam? Burada axşam isim funksiyasında nə sualına cavab verdi? Getdi. İşlənməmişdirsə biri götürəcəm. Atam başını qaldırıb gözaltı oğluna bax, gözaltı bəli zərfdir götürəcəm. Götürməyəcək. Çünki zərf işlənməmiş istəyirək bizdən. Əhməd düşünə-düşünə otan, düşünərək deyən feili bağlamadı. Dərzi paltar tikərək zümzə anı araq nəvəzə feili bağlamadı. Sonra meydan başdan başa gülçəklə başdan başa burada da zərfdir. Bizə işlənməmişdirsə 1-dir, 3-dür. Bir də 4-dür. Çünki feili bağlamadır 1-3-dür. Başdan başa orada zərfdir. Dərsi paltara tikə-tikə zümzümə edir. Yəni tikərək zümzümə edirdi. Araqla əvəzləyirəm. Burada da feili bağlamadır. Başdan başa zərfdir. 2 ilə 5 zərfdir. 1, 3, 4 müvafiq olaraq A variantıdır. Mən biri götürməmişdim. Tək-tək baxanda axı zərfi olur. Niyə? Axşam zərfdir də. Necə sual verdin ki? Səhər, axşam. Yox. Səhər, axşam, gündüz tipli sözlər yerinə görə zərf, yerinə görə isim olur. İsmə dair şəkilçi yaxud da sual verirsənsə isimdir. Tək başına heç nəsiz nə zaman suala cavab verirsə zərfdir. Dilimizdə morfoloji tək-tək baxmaq lazımdır. Bəli, demişəm, dəfələrlə deyirəm. Ancaq bəzi nümunələr yerinə görə müəyyənləşir nə olduğu. Orada yerinə görə baxmaq, sual vermək mütləqdir. Onları da biz təmiz bilməliyik ki, səhər, axşam, gündüz tipli sözlər yerinə görə funksiyası dəyişir. Onda dən baxa bilərik. Mən orada əlavə olaraq Neçə? 10-cu suala. Orada əlavə olaraq yazmışdım. Nuray, bəzi ağaclar, məsələn, yəni məsələdən əvvəl ümumiyyətlə həmişə vergül. Özünə sonra sadalama var, həmcinslik olduğu üçün qoşan nöqtə. Həmcinslər arasında vergül. Şam, küknar, vələs, şabalıd bu meşələrin yaraşığıdır. Hə. Deməli, 1 vergül, 2 vergül, 3 vergül, 4 vergül, 4 vergül, bir dənə də qoşan nöqtə. 4 vergül, qoşan nöqtə, cavab E variantı. 12-yə baxa bilərik. 15 var mənim. 10. Yəni 12-də deyir ki, hansı cümlələr budaq baş sxeminə uyğun gəlir? Kimin bacarığı var, rahat da yaşamalıdır. Məsələn, o rahat yaşamalıdır. Bağlayıcı sözlə bağlandığı üçün budaq, bu tərəf olur baş. Çalış ki, fikrən ki, artıra bilirəm kisə, bu olacaq baş, sonra budaq. İnanmaram ki, o bütün yaxşılıqları unutsun. Nəyə inanmaram? 2 ilə bağlanıb burayla sual verirsinizsə baş, budaq. 2 ilə 3-ü silək, cavab hazırdır. 1, 4, 5. Sağla bağlanıbsa budaq başdır, sağ varsa budaq başdır. Demin testlərində sizə yaxşı bir şey deyim də, 2 dənə cavaba net əminsənsə, çıxdarsan, onsa cavab çıxır. Bildim. 15 var müəllimə. Mən 15-də mən A-nı nişanlamaq istədim, amma D-nın arasında qaldım deyə yəni D götürdüm. 15-də deyir ki, tabiəsizlik əlaqəsi hansı cümlədədir? Tabiəsizlik əlaqəsi həm cümlədə ola bilər, həm də tabiəsiz mürəkkəb cümlənin tərəfində də ola bilər. Əlaqə hardadır? Kişi gah yeriyir, gah da dönüb geriyə baxırdı. Yeriyir kim? Kişi. Baxırdı kim? Kişi. Bu həmcins xəbərli sadə cümlədir. Həmcins xəbərli sadə cümlədə bu xəbərlər həmcinslər. Bu xəbərlərin arasında var tabiəsizlik əlaqəsi. Qutardı. Sən o boz rəngli qabı da yerə vurub sındırdı. Burada ümumiyyətlə
Nə həmcins nümunə var, nə mürəkkəb cümlə var. Vergül mübtədaya görə qoyulub. Şübhəsiz ara sözdür, vergül ona görə qoyulub. Gəlmişəm ki, dincəlim. Kini artıra bilirəmsə tabelidir. Tabelidə də tabellik əlaqəsi var. Uğur var, rəqibi də sevindirir. Uğur var ki, rəqibi də sevindirir. Kini artıra bildim tabelidir. Bura olacaq, baş bura olacaq. Budaq, bu tabeli əlaqəsidir. Yoxdur burada. Cavab ancaq A-dadır. Həmcinslik var, tabelsizlik var. Siz məni çaşdıranda, məsələn, biz keçəndə deyirik, bir cümlələr arasında ola bilər əlaqə, həmcinslik. Bəli. Bir də ki, məsələn, Sözlər tabel arasında. üç cümlə. Bəli. Bir tabes mürəkkəb cümlə də ola bilər, bir də həmcinslər də ola bilər. Sən burada tələb qoymayın. Ümumiyyətlə deyək tabeslik əlaqəsi hardadır? Mən burada həm tabes mürəkkəb cümlə axtardım, həm də həmcinsliyi axtardım. Görüm hansına nəzərəm var. Baxdım ki, bu cümlələr ya tabeli mürəkkəb cümlədir, ya da sadəcə cümlədir. Onda orada tabellik əlaqəsi var. Bir dənə burada həmcinslik var. Aha, burada tabesizlik əlaqəsi var. Amma Nuray tələb qoysa ki, məsələn, tabesizlik əlaqəsi sözlər arasında deyil, cümlələr arasındadır. Onda həmcinsə yox, mütləq cümləyə baxmalısın. Məsələn, bu indiki vəziyyətdə asan test hesab olunur. Bu tip testin göstəricisi tutaq ki, 1-dir də, bu asan deməkdir. Amma indi necədir testlər? Şərt belədir. Hansı cümlənin tərkibində tabellik əlaqəsi ilə bərabər tabelsizlik əlaqəsi var, ancaq tabelsizlik həmcinslərə görə, yox, cümlə üzlərinə görə deyil də cümləyə görədir. Və yaxud biraz çətinləşdirək. Harda tabelsizlik əlaqəsi cümlə arasında deyil, cümlə üzləri arasındadır. Harda tabelsizlik əlaqəsi var, amma nə cümlə, nə də cümlə üzləri arasındadır. Bu axırıncının cavabı necə ola bilər? Bəli, xeyr, onlar var idi. Onlarda da tabelsizlik əlaqəsi var. Deyirəm ki, cümlədə tabelsizlik əlaqəsi var, amma nə cümlə, nə də tabelsiz, yine də həmcins üzvlər arasında deyil. Mən belə bir şey Həmcins var. üzvlər arasında deyil. Onda cümlələr arasındadır. Sualını bir də deyirəm və axırıncı dəfə deyirəm. Diqqətlə qulaq verin. Deyirəm ki, elə bir cümlə deyin ki, orada tabelsizlik əlaqəsi var. Amma tabelsizlik əlaqəsi nə cümlə üzvü arasındadır, nə də mürəkkəb cümlə arasındadır. Mürəkkəbi də demirəm. Ya nə cümlə arasındadır, nə də üzv arasındadır. Müstəqil cümlə üzvü Onda arasındadır. müəllimə həmcins, müəllimə onda şey istəyir də bu birləşməni. Birləşmənin daxilində deyirəm ki, mənim şagirdlərim, mənim tələbələrim, mənim çalışqan, məsuliyyətli, vicdanlı tələbələrim çoxdur. Çalışqan, vicdanlı, məsuliyyətli burada var tabelsizlik əlaqəsində, amma nə müstəqil cümlə üzvüdür, nə də cümlənin tərəfidir. Aydın uşaqlar, indi bax belə testlər soruşurlar. Çatdı, kiməsə çatmazsa bir də deyək. Beyniniz qarışdı. Yox, beynimə girdi. Əsas oldu. 13 var. 16. 13. Nicat, hansı cümlə söz birləşməsi ilə ifadə olunmuş? Vasitəsiz tamamlıq anlayışı indi yoxdur. Tamamlıq anlayışı var. Vasitəsiz təsirlik hal deməkdir. Nicat deyir ki, harda söz birləşməsi ilə ifadə olunan təsirlik halda olan tamamlıq işlənir. İndi belədir bu. Bildin nə dedim? Təsirlik hal, tamamlıq hardadır? Mazotlu əlini üzünə vuraraq yanağını, nəyi yanağını? Hadisələrin mənasını nədə görürdüm? Onun gözlərində. Duyurdu ki, hamı nəyi əskərlərin xəbərlə gəlmədiyini, nəyi bu əskərlərin yaxşı xəbərlə gəlmədiyi ya da qüssə gəlməsi feili sifətdir. Ona görə heç bunu silim. Suyun hər damcısı bir qızla bərabər olur. Bərabər suyun hər damcısı. Burada cümlə tamamlıq yoxdur. Söz birləşməsi 3, söz birləşməsi 2, 2, 3. Niyə cavab yoxdur ki? D variantı var. Nə? Bir Bir də var mazotlu əlini. Bu görüm, o mazotlu əlini üzünə vuraraq yanağını daha da qaraltdı. Qaraltdı kim? O. Nəyi qaraltdı yanağını? Necə qaraltdı? Mazotlu əlini üzünə vuraraq. Yox. Cavabda 2-4 götürülüb. Y variantı yazmışam, düzə çıxır. Hə.
Vay. Burada ümumiyyətlə söz birləşməsi deyir də. Demir ki, ismi birləşmə, demir ki, feili birləşmə. Mən 4-ü pisliyə çıxdım. Burada dedim axı feili sifət tərkibdir. Dıq üstə gəl mənsubiyyət. Olsun, nəticədə feili birləşmə də söz birləşməsidir də. Duyurdu xəbər, kim duyurdu? Hamı nəyi əskərlərin yaxşı xəbərlə gəldiyini feil sifət tərkibdir. 4. Bəs 3 mən onun gözlərində məhəbbətidir. Hə, vasitəsi tamamlıq dedim təsirli halda onun gözlərində nədə sualına cavab verir. Bu yerlik halda da ona görə. Hə, 2, 4. Biraz Mən tələs. gəlmədiyini orada mənsubiyyətdə axı təsir etdi. O niyə götürdü? Dıq üstəgəl Yo, mənsubiyyət. axırıncı şəkilsi var. Əskərlərin yaxşı xəbərlə gəlmədiyi və bu mənsubiyyət. Axırdakı i təsirlikdir. Şaşdım. Hə, sonra 26-da bir dənə axırıncıya baxa bilərik. 23. Məndə 16 var idi. yaxşı qaydaram. 26-da axırıncıda aşpaz pullu toyuqların tükünü təmizlədi. Fonetik norm aşbaz deyil, aşpazdır, paz. Axı aşpaz həm çox yeyən adama aşpaz. Yoxdur. Bunu demişəm sizə, yenə də deyirəm. İzahi lüğətimizdə aşpaz da var, aşbaz da var. Amma fonetik orfoqrafiya lüğətində sadəcə aşpazdır. Dilin bütün vəsaitlərində də aşpazdır. Bunu qəbul eləyin, bir yerə qeydimi tutun. Bizim dilimizdə daha çox biz bunu işlədirik. Aşpaz, imtahanda da dəfələrlə təkrarlanır. Aşpaz. Kələkbaz, sehirbaz, hoqqabaz tipli nümunələr aşpaz orada işlətmirik də, demirik. Aşpaz, qeyd eləyin, pazdır, paz. O neçə dediniz əvvəldə? Mən 16. 16 demişdim. Bir dənə mənim orada sadəcə bir yazılana baxardıq. Mən biri ona görə Təsriflənməyən götürmədim ki, feildir. Bir təsriflənməyən feil. Bəli, təsriflənməyən feildir də, feili sifətdir. Çünki sadə adam sadə olduğunu bilmir. Bilmir xəbər. Kim bilmir? Adam bilmir. Nəyi sadə olduğunu bilmir. Nəyi suala cavab verirsə, bu sadəcə feili sifətdir də bu. Dıq üstə gəl mənsubiyyət olsa da mürəkkəb feildir. Etmək, eləmək, olmaq, bilmək, qılmaqla yaranıb. Bəs onun ikincisi də təsriflənməyən deyil. Nereye getməliydi o? Orada. Nə? İkisi də feil sifətdir. Sadəliyin böyüklük olduğunu orada qıpırdayan. Sadəliyin böyüklük olduğunu bu feili sifət tərkibdir. Bu isə sadəcə feili sifətdir. Çünki böyüklük olmaq bir dənə feili sifət, sadəliyin böyüklük olmağı 2 olur, bu olur feili sifət tərkib. Nəticədə ikisi də təsriflənməyən feildir deyil. Xeyr, biri təsriflənməyən feildir, biri feili birləşmə. Başa düşdüm. Biri morfoloji vahiddir, biri sintaktik vahiddir. Başa düşdüm. Mənim 20 də var. Mən bir də ki 19-da mən C yazmışdım. Elə bilirəm ki, məchul məlum kimi bölünür, amma Y çıxıb. Feilin məna növünün məntiqi ardıcıllığının sırasını tamamla. Danışıldı kimsə tərəfindən məchul, dostlaşdılar. Dostlaşdılar hansı növdür uşaqlar? Məlum Məna növdür, növdür, məlumdur. göstərişi yoxdur. Məsələn, ərizələrə baxıldı, bu nədir? Şəxsi Növdür. tikdirdik. Tikdirdik, icbar növdür. Göründü, gözümə qaraldı, Qayıdış. qayıdış. Nə yoxdur burada? Qarşılıq bir gəlin və salamlaşdı sözü. Hə, Yalan yazdı. qarşılıq birgəlik. Yəni, hərəsinə dair bir nümunə verib salam, salamla, salamlaş, qarşılıq birgəlik. Mən bir də 20-yə baxardıq, gedərdik. 20-ni izah edeyim mən. İzah elə. Deyək ki, buraxılmış durğu işarələrini müəyyənləşdirim. Az sonra ayağa qalxaraq danışmağa başladı. Burada qoşa nöqtə olacaq. Altdan da tire. Dünən cavan fəhlələri yeməkxanalarına baxırdım. Vergül, tire, vergül. Vergül yenə tire. Çoxdandır ki, yenə burada vergül olacaq 2-dən sonra. Onlar göyərti, alma, armud üzü görməyiblər. Burada göyərti və alma, armud arasında da bir vergül qoyuruq deyə cavab 4 vergül, 3 tire, 1 qoşa nöqtə olur. Cavab D variantı. Aydındır, bəli. Məndə 21-22 var. Ay, mən çıxım. Niyə? Stolda oturmada belim ağrıdı. Dəhşətsən, sən o qədər məni oradan bura əsəbləşdirə bilirsən də. Otur da, işinin adı nədir? Cəmaət 6 saat, 4 saat da məşğələdə oturur. Heç ağrıyıb ağlamır ki. Get divanda otur. Ayağını da uzat rahat. İzah elə 21-i.
Aha, burada deyir ki, nənə isimdir, asta-asta zərfdir, nağıl isimdir, danışırdı fiildir. Çox mərtəbəli sifətli ikini götürəcəm, mürəkkəb sifətli özdə götürdüm. Üçdə pəncərə isim, əzi-üsü mürəkkəb sifətli götürdüm. Pərdə ismini vurmaq fiili götürdüm. Dumduru burada çoxaltma dərəcəsi olan sifətdir. Yəni ki, morfoloji cəhətdən mürəkkəb deyə götürmürəm. Su isim, dərinlik sifətdir. Xırda sifətdir, balıq isimdir, aydınca zərfdir, göründü xəbərdir. 5-də yol ismi, kənar deməkdir ki, yolun kənarında kənar bəlkə isim olan növbənöv sifətdir. O da elə mürəkkəb sifət B şəkildə iştirakda 1 2 5 cavabımız yox 1 demədik, 2 dedik, 3 dedik, 5 dedik, cavab çıxar. Hə, B variantı. Sifət deyirsən, uşaqlar, morfoloji baxımdan ada aid olmaz. Asta-asta danışmaq hərəkətə aid də olmaz. Sonra burada dərəcə göstəricilərində də M+-ı ilə düzələndə orada mürəkkəblik olmur. Mürəkkəblik ancaq harda ola bilər? Düm hissəciyi olan. Məsələn, dümağ olsa mürəkkəb ola bilər. Amma tünd olsa, açıq olsa da mürəkkəb ola bilər. Amma qalan M+-ı ilə olanda o düzəltmə heç nə sayılmır da. Yəni, çünki leksik də deyə bilmirəm, mürəkkəb də deyə bilmirəm. Sadə elə. Necə var elə qalır. Başqa səhv olanlar? Müəllim, bir dənə axırıncı suala baxa bilərik. 27. Yox, 30. Deyir elə cümlə yaz ki, mətndə çərçivədə verilmiş söz sualına cavab verən müstəqil cümlə üzvü olsun. Dənizçi. Ümumiyyətlə, bu tip suallarda qayda belədir də. İnsan anlayışı bildirən isimlər, uşaqlar nə sualına bir məqamda cavab verə bilərlər. Deyirəm, kursa müəllim axtarılır. Xəstəxanaya həkim çağırılıb. Nə çağırılıb, nə axtarılıb? Bu mövqedə nə sualına cavab verə bilər. Dənizçi, məsəl üçün, gəmiyə deyini dənizçi alındı. Nə alındı? Kim alındı? Yox, nə? Bəs deyə bilərik, dənizçi olmaq onun arzusu idi. Yox, dənizçi olmaq orada artıq dənizçi olmaq bütünlüklə feildir. Söhbət dənizçi sözündən gedir. Aydındır. Başqa? Mən 22 qaldı demişdim onu. Deyir, söz cümlə işlənmiş. Nümunə söz cümlə nədir? Nədir söz cümlə? Yox, D variantı. Ədat, modal, nida ilə cavab verirsənsə söz cümlədir. Bilmirəm, xəbərdir. Evə haraya zərflikdir. Baxarıq, xəbərdir. Əlbəttə, modal olsa da gözləyirlər, xəbərdir. Bu sayılmır. Sadəcə ədat, modal, nida ilə ifadə olunursa, bu söz cümlə hesab olunur. Cavab D variantıdır. Bəli, mənim. Belə. Bu hələ 2019-un qəbuludur, ha. Qəbuldur, modeldir. Qəbuldur. 2019-2020 qəbullarını dərsdə işlədəcəm sizə. 21-dən, 22-dən bu tərəfəni sınaq qrupunda işlədəcəm. Axır eləyə belə, axır işləyəsirik hamısını inşallah. İşləməliyik. Başqa variant yoxdur. Belə. Çətin sual. Yəni, əvvəlki illər rahatdır. Onsuz da bu nümunələr topluda istifadə edildiyi üçün, biz bir neçə dəfə danışdığımız üçün düşünürəm, problem olmamalıdır. Amma bu sınaqlar nə deməkdir? Sən harada səhv edirsənsə, o bölmə sənin üçün zəif tərəf deməkdir. Təkmilləşməyə ehtiyacı var deməkdir. Qeydinizi tutursunuz, çıxarışınızı edirsiniz. Yaxşımı? Belə uşaqlar. Bugünlük yekunlaşdıraq ana dilini. Bir 15 dəqiqə dincəlin, sonra keçək ədəbiyyata. Bəli. Sağ ol. Sağ olun.